olsun, ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə Ekonomiksə baxırsınız. Bakıda mənzillərin kreditlə satışı ilə bağlı yeni qaydaların tətbiqinə başlanıb. Mərkəzi Bankın göstərişinə əsasən kreditlə mənzilə sahib olmaq istəyəndən təkcə yaşayış yerindən deyil, iş yerindən də arayış tələb olunacaq. Ekspertlər Mərkəzi Bankın qərarının mənzil bazarına mənfi təsir edəcəyini düşünürlər. Qeyd edək ki, indiyə kimi tikinti şirkətləri mənzillərin kreditlə satışını daxili sənədləşmə əsasında aparırdılarsa, bu zaman iş yerindən arayış tələb olunmurdu. Avtokreditlərin məhdudlaşdırılması sığorta bazarına ziyan vurub. Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına əsasən bu ilin yanvar ayında avtonəqliyyat vasitələrinin sığortası üzrə 3 milyon 333 min manat yığılıb. Bu göstərici 2003-cü ilin müvafiq dövrünə nisbətən 12,5% azdır. Nəticədə bəzi sığorta şirkətləri ötən ayı zərərlə başa vurublar. Qeyd edək ki, 2013-cü ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 21% artmışdı. Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən yanvar ayında əhali ticarət obyektlərindən 1 milyard 666 milyon manatlıq əmtəa alıb. Bu isə 9,3% artım deməkdir. İstehlakçılar pullarının 54%-ni qida məhsullarına xərcləyiblər, qeyri-ərzaq mallarına sərf edilən vəsait isə ümumi alış-verişin 46%-nə bərabər olub. Yəni, bu dövriyyə 5,1% çoxalıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasından 10 il ötür. Sənəd bölgələrin sosial-iqtisadi inkişafında yeni mərhələ açdı. Bu dövr ərzində regionlarda 56 min müəssisə yaradıldı. Nəticədə ümumdaxili məhsul istehsalı 3,2 dəfə artdı. Regionların sürətli inkişafını təmin etmək məqsədi ilə artıq yeni regional proqram hazırlanıb. Dövlət proqramının icrasına 51 milyard manata yaxın vəsait xərclənib. O cümlədən birinci proqramın icrasına 16 milyard, ikinciyə isə 35 milyard manat sərf olunub. Regionlarda vergi ödənişləri 14 dəfə çoxalıb. Artıq 5 şəhər və rayon xərclənən yerli gəlirlərin hesabını ödəyir. Regionların büdcə gələn formalaşmasındakı payı 5%-ə yaxın idisə, buradan artıq 2 rəqəmidir. Eyni zamanda, əgər 10 il əvvəl bütövlükdə biznesin təxminən 97%-i paytaxt beləcə də paytaxt ətrafı rayonlar, yəni Abşeron iqtisadi rayonun payına düşürdüsə, artıq bu rəqəm artıq 90%-ə qədər azalır. Yəni, praktik ilə regionların payı artıq 2 rəqəmidir. Son 10 ildə ölkədə 1,2 milyon yeni iş yeri yaradılıb. Bunun 500 minə yaxını bölgələrin payına düşür. Həyata keçirilən ilk proqram regionlarda real sektorun inkişafını hədəf seçib. Bu məqsədlə sahibkarlığa kömək milli fondundan 19 min sahibkara 1,2 milyard manat güzəştli kredit ayrılıb. Bu layihələr hesabına 110 minədək iş yeri açılıb. Müəssisənin gücü illik 5-7 milyon arasında idi. Regionların iqtisadi inkişaf layihəsinə uyğun olaraq bizim müəssisəyə də dövlət tərəfindən 3 milyon vəsait ayrılmış. Bu vəsaitin hesabına biz bugünkü gün böyük tələbat olan içməli su üçün paletlen boru xətlərinin üçün yeni sex qurmuşuq. Ora avadanlıqlar alınıb. 2009-2013-cü illəri əhatə edən ikinci dövlət proqramı çərçivəsində təkcə iqtisadi yox, sosial layihələr də reallaşdırılıb. Bölgələrdə yol infrastrukturu yenidən qurulub. İşıq, su, qazla bağlı problemlər qismən həllini tapıb. Ölkə üzrə investisiyanın 77%-i regionların payına düşüb. Bölgələrdə 1300-ədək müxtəlif təyinatlı müəssisə açılıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı layihəsi çərçivəsində bölgələrdə istehsal müəssisələrlə yanaşı bir çox sosial obyektlər də inşa olunaraq istifadəyə verilib. Tək Ağdaş rayonunda son 10 ildə 16 yeni məktəb binası istifadəyə verilib, daha 5-inin isə tikintisi aparılır. Bununla yanaşı rayonda 100 çarpayılıq müasir standartlara cavab verən xəstəxana və Olimpiya idman kompleksi istifadəyə verilib. Əvvəl çatılmazlıqlar var idi, istər təminat cəhətdən, istər maddi texniki baza cəhətdən. Ancaq 2011-ci ildə Ağdaş rayon mərkəzi xəstəxanasında 100 çarpayılıq belə gözəl respublikada cəmi 3 xəstəxana var, belə bir gözəl bir xəstəxana açıldı.
2014-2018-ci illəri əhatə edəcək proqramın hədəfi isə əsasən sosial problemlərin həllinə yönəlib. Artıq regionların sosial-iqtisadi inkişafı sahəsində 3-cü dövlət proqramının hazırlıq prosesi yekunlaşmaqdadır. Bu proqram da əvvəlki proqramların məntiqi davamı olaraq regionların sosial-iqtisadi inkişafı sahəsində kompleks tədbirlər nəzərdə tutulmuşdur. Yeni sənədin təkcə regionların inkişafının yox, dövlət büdcəsinin artırılması və ölkə iqtisadiyyatının inkişafında yeni bir mərhələ olacağı proqnozlaşdırılır. Aysel Fərziyeva, Elnur Tofiq, Ramil Cabbarov, Lider TV. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Dünya İqtisadiyyatının 2014-cü il üçün inkişaf proqnozunu açıqlayıb. Analitiklərin fikrincə bu il bir çox ölkələrdə proqnozlaşdırılan iqtisadi inkişaf tempi və maliyyə sistemindəki irəliləyişlər nikbinlik üçün əsas yaradır. İnkişafın bu ildən başlayaraq növbəti 5 il ərzində nəzərə çarpacaq səviyyə çatacağına güvənilir. İnkişaf etmiş bazarların əsas indikatorları müsbət impulslar verir. İqtisadiyyatın təkan verici qüvvəsi olan maliyyə sektoruna olan etimad artmaqdadır. Hesab edirəm ki, əgər hər hansı kritik dəyişkənlik baş verməzsə, bu tendensiya hələ uzun müddət qorunacaq. Birləşmiş Ştatlar Federal Ehtiyatlar Sisteminin yeni rəhbəri Janet Yellen ilk dəfə olaraq Konqres qarşısında çıxış edib. Xanım Yellen qarşıda duran əsas məsələlər və onların həlli yolları barədə senatorlar qarşısında hesabat verib. Federal Statistika Bürosundan daxil olan göstəricilər bizim proqnozlarımızla üst-üstə düşərsə, o zaman növbəti rübdən etibarən yeni tədbirlər planı hazırlayacaq. Onu da bildirim ki, Ben Bernanke tərəfindən qurulan maliyyə siyasəti dəyişilməz olaraq qalacaq. Kəmiyyət yumuşaldılması proqramının azaldılması mərhələli şəkildə həyata keçiriləcək. Çünki bu cür addımların milli bazara necə təsir edəcəyi sual altındadır. Məhz bu riski nəzərə alaraq hər bir detalı diqqətlə nəzərdən keçiririk. Böyük Britaniyanın ikinci əmiri bankı Barclays 12 min işçisini ixtisar etmək barədə qərar qəbul edib. İşdən azad olunanlar arasında 220 inzibatçı direktor və 600 top menecerin də adı var. 2013-cü ildə məhkəmə proseslərinə 5,2 milyard funt sterling cərimə ödəməsi xəbərindən sonra bankın səhmləri 7%-ə qədər ucuzlaşıb. Ümumiyyətlə Böyük Britaniyada 7 min iş yeri ləğv ediləcək. Rusiyadan qazın və enerji daşıyıcılarının qiymətinin ölkə əhalisi üçün artırılması yol verilməzdir. Baş nazir Dmitri Medvedev belə bəyanatla çıxış edib. Medvedev vahid tarif mexanizminin hazırlanmasının vacibliyini də qeyd edib. Ölkə əhalisinə satılan təbii qaz və enerji daşıyıcılarının qiymət siyasəti tənzimlənmiş şəkildə həyata keçirilməlidir. Bunun üçün vahid tarif planı hazırlanmalı və icra edilməlidir. Hər hansı kəskin dəyişiklik baş verərsə, o zaman qiymətlərə hökumət səviyyəsində yenidən baxıla bilər. Bu məsələ tərəfdaşlıq etdiyimiz təsisatçılara şamil edilmir. Onlarla bütün şərtlər müqavilədə qeyd etdiyimiz kimi davam etdiriləcək. Litva ilə Gazprom arasında təbii qaz münaqişəsi yaxın zamanda həllini tapa bilər. Litva tərəfi Rusiya ilə danışıqlara hazır olduğunu bildirib. Qarşı tərəfin bütün təkliflərini müzakirə etməyə razıyıq. Biz qiymət, idxal həcmi və müqavilə müddətinin də əks olunduğu tam şəkildə təkliflər paketini nəzərdən keçirməyə hazırıq. Lakin hal-hazırda belə bir paketin olmaması müzakirələr aparılmasını da mənasız edir. Əgər bu proses uzanarsa, o zaman alternativ variantlar barədə düşünməli olacaq. Hesab edirəm ki, Gazprom məsələnin bu həddə çatmasını istəməz. Neft bazarı artım nümayiş etdirib. Amerikada light markalı qara qızılın qiyməti $100.59 sentdir. Yəni 0,26% bahalaşıb. London birjasında hər vəcə çıxarılan Brent neftinin qiyməti isə 0,32% yüksəlib. İndi $109.08 sentə təklif edilir. Amerikanın fond bazarlarında nikbin əhval-ruhiyyə hökm sürür. Dow Jones, S&P 500 və Nasdaq 100 kimi indekslər 0,3% kimi bahalaşıblar. Yaponiyanın Nikkei 225 indeksinin qiyməti 0,7% düşüb və Avropa birjalarında da artım baş verib. Almaniyanın DAX indeksi 1%-ə yaxın bahalaşıb. Böyük Britaniyanın FTSE 100 isə 0,4%-lik artım nümayiş etdirib.
Qiymətli metallar bazarı fərqli vəziyyət nümayiş etdiriblər. Qızılın bir unsiyası 1287 dollar civarındadır. Yəni 0,35% ruzdaşıb. Gümüş də dəyərini itirib. Hazırda onun qiyməti 20 dollar 17 sentdir. Platin 1394 dollara təklif edilir. Palladiumun qiyməti 0,6%-ə yaxın artıb. Mis və alüminiumun da qiymətində nəzərə çarpacaq dərəcədə artım qeydə alınıb. Avro-dolların məzənnəsi 1,36'dır. Dollar yen 102,41'ə enib, funt sterling dollar isə 1,64-60'a mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 8 qəpik, Rusiya rublu 2,2 qəpik, Türk lirəsi isə 36 qəpik. Bu qədər bugün olan əsas iqtisadi yenilikləri Ekonomiksdə təqdim etdik. Salamat qalın.